Herkese salam dostlar, YouTube kanalıma hoş geldiniz. Mən İsmail FF bu gün sizinlə birlikdə necə başlayayım videoya heç özüm də bilmirəm. Bu dostlar axırıncı atdığım videodur. Ona görə sizlərə demək istəyirəm ki, mən əsgərliyə gedirəm, yəni məzuniyyətə gələndən video atacağam. Yəni kanal buraxmıram ha qəti şəkildə. 3 ildir bu kanalı açmışam. 3 ildir bu hesabda nə qədər çabalamışam mən. 3 il ərzində Free Fire oynadım və özümə söz verdim ki, heç vaxt buraxmayacağam. Nə bilim, nə etməyəcəm. Artıq 3 il ərzində fikir verirəm ki, kanal yavaş-yavaş inkişaf eləyir də, yəni buraxmadıqca, bir şey istədikcə olur. Üzr istəyin. Hə. Hə, demək istəyirəm ki, yəni mən əsgərliyə gedirəm, özünüzə yaxşı baxın. Narahat olmayın, yəni qayıdacağam. Məzuniyyətə gələndən video atacağam inşallah. Hə, mənə bu günə kimi dəstək olan, bu günə kimi mənim yanımda olan bütün takipçilərimə ürəkdən sağ ollarımı bildirirəm. Başqa nə deyim hə? Allah and olsun ki, sifdə dostlar post atdım, dedim ki, necə video çəkəcəyimi, nə deyəcəyimi bilmirəm. Çünki vida danışmaqları yəni mənlik deyil də. Yo, vida eləmirəm də. Mən yəni qayıdacağam, amma sadəcə necə bir video çəkim onu bilmirəm. Videoda nə deyəcəm heç onu da bilmirəm. Hədə bir sözlə bir neçə 1-6 aylığına əsgərliyə gedirəm. Ona görə də tez-tez video atamayacağam. Bəlkə məzuniyyətə gələndən video atacağam dostlar. Hə, bu da kanalımın axırıncı videosudur. Əslində video çəkməyəcəydim. Post paylaşmışdım ki, videoda nə deyəcəyimi bilmirəm. Ona görə də dedim ki, indi video atım da, indi video atmamaq düzgün olmaz. Yəni siz də mənə başa düşürsünüz də, yəni niyə video atmadım. Amma atacağam. Bunu kanala göndərəcəm. Bu işler mazgələdi, Allah hamd olsun. Hə. İndi neyini? Heç oyun oynama həvəsi yoxdur. Sizinlə söhbət eləmək istəyirdim. Amma canlı yayım olsa lap qəşəng söhbət eləyərdim. Bari dostlar, sizdən bir şey xahiş eləmək istəyirəm. Yəni kanalı bacardığınız qədər dostlarınızla bölüşün, çoxlu kommentlər yazın, abi səni gözləyir, abi hardasan, xalavız oğlu, bibiniz oğlu, dayınız oğlu, əminiz oğlu olur, kim olur olsun, kanalı paylaşın da, yəni aktivli. Gələndə görüm ki, bu kanal 10.000-dir, yox 10.000 görən mənəm. Amma ən az görüm ki, yəni kanal qalxıb da, yəni mənə həvəs verin ki, burada biz varıq qaqa, sən narahat olma ki, sənin kanalın heç vaxt düşməyəcək. Gələn kimi də elə 10.000 keçəcək. Mən özümə inandım, bu kanalı açdım. Bu kanalı açanda mənim heç sıfır dəstəkçim var idi. Heç kimim yox idi, Allah hamd olsun. Bax sıfırdan birə özüm dırmaşmışam. Belə bir söz var, sıfırdan birə getmək, birdən ona getməkdən lap çətindir. Və onu yaşadım da, Allah hamd olsun. Heç inanmırdım da. Dedim sıfırdan birə getmək nə işdir ki? Hə, sıfırdan birə getmək mənim üçün o qədər çətin oldu. Amma birdən ona getmək mənim üçün asan oldu da bu kanalı açanda. Əsl YouTuberlər bilər bax bu sözü. Sıfırdan birə getmək birdən. Ona görə də kimin həyatda nə fikri var, öz fikrini mən YouTuber olmağı seçmişəm. Ona görə də nə siz kim nə istəyir ola bilər də, yəni problem deyil. Yəni bunu kanalın reytinqlərindən görürsüz də, yəni heç kim mənə deyə bilməz ki, sən kim olmusan. Mənim kanalımın reytinqlərinə bir dənə baxın. Hər atdığım bir video bir günə rahat bir 1000 izlənir. Platformada heç kim bizə söz ata bilmir. Bax İsmail FF kimi tanınmışıq bu günə kimi. 13.000 like. Allah hansı oyuncu 61 səviyyədə 13.000 like əldə edir? Çox nadir hallarda, red qallarda 13.073 like əldə edir bir oyuncu. Buna da baxın. Yəni bura yazmışam, bir dünya sizin kimi biz balaların ətrafında dönmür. Bu yaxşısından iraqdır birincisi. Bunu mənə çox sual verirlər. Abi profilimə niyə o söz yazmısan? Bunu bəzi qızlara əsasən yazmışam. Yəni platformada fikir verirəm, özünü dartan qızlar falan çoxdur. Yəni mən onlarla mırtdaşıram. Yəni heç onlara vid vermirəm, fındıq qoymuram. Ha. Dəqiqə. Bunu yeyim. Ondan sonra məsəl üçün çox düşmənim oldu. Mən bu YouTuberlik dövrüm ərzində çox abijlik oldu.
heç tanımadığım halda mənə söyən adamlar, şər atan adamlar, min bir cür hoqqa verən adamlar tanıdım. Adicə bu oyun platformasında, Free Fire platformasında. Hə, yəni bunu demək istəyirəm ki, tək Free Fire platformasında yox, ümumiyyətlə hər yerdə var da, yəni belə insanlar. Bunu da öyrəndim bu YouTuberlik həyatımda. Səbr eləyə qabağa getməyi öyrəndim. Hə də o pişi, bu qədər. Videonun neçə dəqiqəsi getdi? 5 dəqiqəsi getdi. Bir dənə yalnız kod videosu ataq da qardaşımsınız sizə. Sizə deyil, bekar qalmayaq. Yəni dediyim kimi dostlar, yəni bacardığınız qədər like atın, abunə olun ki, qaydanda mənim işim asan olsun. Daha da həvəsli olum qaydanda. Dediyim kimi qəsd şəkildə buraxmıram, amma sadəcə olaraq əsgərliyə gedirəm. Məzuniyyətə gələndən video atacağam. Üç min abunəyə də çox az qalıb. Hədəf kitləmiz böyüyür get-gedə. 3000 abunə, yəni 3000 insan fikirləşin də. Əydə, bu da Sonya. Bu da Sonyasına güvənən oyuncular var ya. Hayf deyildi Sonyasız vaxtlar. Bunu həmişə deyirəm mən. Hər videoda demiyorlar ki. Məncə o daha diqqətli olacaq. Qəşəng, xoşuma gəldi. Oynaya bilir ha. Maraqlı rəqibdir. Amma ifadə çəkmədiyim müddətcə maraqlı rəqibdir ha. Və belə rəqiblər olsa, məsəl üçün rəqib güclüdür. Rəqib güclüdür. Amma ifadə çəkmir, cırılmır da, başa düşürsüz. Bax, elə rəqiblər mənim ürəyimdir də, bax. Bəyəs qəşəkdir. Nə retq ifadə çəkə də. Cobra MP40 var. Like-ını ataq, qəşəng oyuncudur. Udursam da video, olsa bu videonun məqsədi oyun deyil. Bu videonun məqsədi sağollaşmaqdır. Sağ olun dostlar, özünüzə yaxşı baxın. Hələ yox, amma hələ yox. Hələ 4 dəqiqəmiz var. Yaxşı dəyərləndirək. Oy, belə qəşəng oyun görək ya, zarafatsız. Əlimi sinməyib, amma yenə də. Yəni, amma dirəşəcəm ha. Ya bunun birinci şeyliyə. Mənim devo silahlarım var qardaşım. Yəni biz də boşda ölük. Ay, bu ev onu yaxşı almışam. Alan dol Allaha. Hamının istədiyi evo silahlarındandır. Düz də yaxşısına da qismət olsun inşallah bu evo silahı. Amma çox zor görürük. Allah'ında olsun. Bu hesabın da dəyərini qat-ba-qat artırır bu. Gəlib sardım ya. Çünki bunun qabağına çıxılası rəqib deyil. Video çəkə bilmirdim ya açıqcası. Çünki videoda nə deyəcəyimi bilmirdim də. Çünki vidalaşmaq zad mənlik deyil. Gedəcəkdə qəşəng kafa. O qardiyan da qoydum ki, oyuncuyam da indi. Kafa atıb skull qardiyan qoydum. Həm olan ifadəm bu deyilib. Deyəcəklər indi mistikdən dünən aldığın ifadəni çəksən. Çox pis qoydu. Qəşəng oynadı. Pis deyil idi. Amma utsaq qəşəng olardı. Heç nə olmaz. Belə rəqiblərə hörmətim var. Neyse dostlar. Sağ olun, var olun.
Məzuniyyətdə görüşərik inşallah. Dəqiqə görmə. Bu həyatda olan heç nəyə də fikir eləməyin. O fikirdə dünya yumurudur. Sağ olun. Dünya yumurudu neydi la?